Hər vaxtınız xeyirli olsun. Bugün sobada pirajki hazırladım. Bugün pirajki qızardılmış kələmlə olacaq. Bir balaca qabda droj, bir qaşıq şəkər, bir qaşıq un və ilıq süd əlavə edib qarışdırıb gözləyirik ki, droj aktivləşsin. 800 qram un, 2 yumurta, 2 qaşıq xamak, 3 qaşıq duru yağ, 1 stəkan ilıq süd və hazırladığımız droju əlavə edib yumuşaq bir xəmir yoğururuq. 2 saatlıq xəmiri qoyuruq isti yerə. Xəmir gəlinə kimi kələmi soğandan duz, istiotla qızardırıq. Xəmirimiz hazırdır. Xəmiri hissələrə bölüb kündə hazırlayırıq. Kündələri bir balaca yayıb, videoda gördüyünüz kimi kələm içini doldurub bağlayırıq. Hazırladığımız pirajkiləri protein üzərinə yığıb üstünü örtüb 10 dəqiqə saxlayırıq. 10 dəqiqə keçdikdə pirajkinin üzərinə yumurta sarısını və küncüt əlavə edib sobaya yerləşdiririk. Və 200 dərəcədə üstü qızarana kimi bişiririk. Çox dadlı, çox ləzzətli pirajkilər alınır. Yumuşaq. İçliyini siz öz zövqünüzə görə dəyişə bilərsiniz.